Salam değerli izləyicilər, necəsiz? Bu günlərim sizə kokteyl hazırlanmasını göstərəcəm. Metabolizmamızın sürətlənməsi üçün və çəkisi olan xanımlar hər səhər ac qarnı yeməkdən öncə qəbul edə bilər bu kokteyli. Hazırlanma qaydasını da göstərəcəm indi. Deməli, bir dəstə cəfəri götürürsünüz. Bir ədəd alma, yaşıl alma olsa daha yaxşı olar. Bir ədəd limon və bir ədəd xiyar. Bir ədəd darçın və zəncəfil də əlavə edə bilərsiniz içərisinə. Bunları yuyacağım, qabığını soyacağım limonun. Bu şəkildə doğrayacağım. Doğradıqdan sonra da blenderə əlavə edəcəm. Xanımlar, bir şey qeyd edim. Əgər diyet saxlayırsınızsa, diyet müddətincə bunu 16 aralıq istifadə edə bilərsiniz. Səhər-səhər də qətiyyən yeməklərindən ardınca su içməyin və yeməkdən öncə su içməyin. Yarım saat əvvəl su içməlisiniz, 1 saat sonra su qəbul və yaxud da çay istifadə etməlisiniz. Yeməklərin yanında su, çay olmaz, qətiyyən ara verməlisiniz. Gördüyünüz kimi burada əlavə edirəm blenderə. Bunu pürüzsüz hala gələnə qədər çırpayacaqsınız və 2 stəkan su əlavə edin. 1 stəkan su da çox qatı olacaq. Bu çox çıxacaq. Bu miqdar göstərdiyim miqdar çox olacaq. Bu çox çıxır. Yəni bunu soyuducuda 3 gün saxlayıb içə bilərsiniz. Heç nə xarab falan olmur. Bu qədər. Yeni marafonlarım yığılır. Qoşulmaq istəyən xanımlar, bəylər, hər biriniz yazıb qoşula bilərsiniz. Sürətli çəki ata bilərsiniz. Yəni ən az gedən çəki 7-8 kiloqram, ən yüksək gedən çəki isə 10-12-15 kiloqrama yaxın çəki ata bilərsiniz. Tam sağlam şəkildə qidalanma 2 dəfə və 3 dəfədir. Ödəniş də çox münasibdir. Və burada əlavə etdim qaba, gördüyünüz kimi. Burada şokoladlı sunum olaraq qoymuşam, yəni istifadə etməyəcəm onu təbii ki də. Amma 95% şokoladları çayın və yaxud da kofenin yanında istifadə edə bilərsiniz. Bu qədər çox asandır və çox böyük effekti var. Bədəndə olan piylərin parçalanmasına kömək edir və metabolizmanı sürətləndirir.